Şimali Amerika materikinin müvafiq olaraq ən əsas yarımadalarıyla tanış olsaq, Florida yarımadası, Yucatan yarımadası, Kaliforniya yarımadası, bu hissədə Alyaska yarımadası mülayim işıqlanma qurşağında yerləşir, yəni qütb dairəsinin cənubdadır deyə. Eyni zamanda ucqar şimal nöqtəsinin yerləşdiyi Butte yarımadası, bu hissədə Labrador yarımadası, Labradorun şimalında Ungava yarımadası, deməli, eyni zamanda bu hissədə yerləşir Stuart yarımadası və eyni zamanda Butte yarımadasının şərqində yerləşir Melville yarımadası və cənub hissədə ən əsas qeyd edə bilərik ki, bu hissədə Aucera, deməli, Aucera yarımadasının adını qeyd edə bilərik ki, cənub ucqar nöqtəsi olan Mariato burnu Aucera yarımadasının tərkibində yerləşməkdədir. Eyni zamanda bu hissədə Fox yarımadasının adını qeyd edə bilərik ki, bunlar ümumilikdə deməli Şimali Amerika materikinin əsas yarımadalar siyahısına aiddir.